Xilafət məsələsi İslam dinində, İslam dünyasında mühüm və önəmli məsələlərdən biridir. İslam dünyasında ki, bu qədər ixtilaflar yaranıb, bu qədər fitnələr yaranıbdır, bu qədər gərginliklər, ədalətsizliklər vardır ki, bunların hamısı xilafət məsələsinə görədir. Hamısı qayıdır xilafətə. Əgər xilafəti yolundan azdırıb zəlalətə salmasaydılar və Həzrət Əmir əl-Müminin Əli əleyhissalam xəlifə olsaydı, birinci xəlifə və onun ardınca onun övladları Peyğəmbərimizin buyurduğu kimi, onun övladları onun ardınca xəlifə olsaydılar, bu qədər ədalətsizliyə şahid deyildik. Bu qədər ixtilaflar, təfriqələr yaranmayacaqdı. Əzizlər, biz sünni qardaşlarımıza 1400 ildir ki, sübutlar gətiririk. Bu Vahabilərə neçə illərdir ki, sübutlar gətiririk. Öz kitablarından sübutlar gətiririk. Nəinki Şiənin kitabından gətirək. Öz kitablarından biz sübutlar gətiririk ki, qardaş, Həzrəti Peyğəmbərimiz özü buyurubdur ki, ey Əli, sən məndən sonra xəlifəsən. Lakin qəbul etmək istəmirlər. Lakin həqiqətləri görən gözləri yoxdur. Həqiqətləri dərk eləyən qəlbləri yoxdur bunların.